Hər kəsə salam. Video qarşısında olduğuma görə çox həyəcanlıyam. Ancaq həyəcanımın başqa bir səbəbi də odur ki, uzun zamandır uzaqlaşdığım ədəbiyyat sahəsinə geri qayıdıram. Çünki ədəbiyyat, ədəbi əsərlər, ədəbi tənqid, ədəbi təhlil, analizlər əvvəllər də etdiyim şeylər idi. Amma heç vaxt mən bunu danışmağı, paylaşmağı və insanlarla bölüşməyi fikirləşmirdim. Daha sonra isə gördüm ki, mənim bu sahəyə marağım var və bu maraqdan da çıxıb bir tutqu məsələsinə çevrilmişdi. Ona görə də belə qərara gəldim ki, oxuduqlarımı, mənə görə düşünülməli olan şeyləri danışmaq və paylaşmaq mənə gəlir ki, ədəbiyyat sevərlər üçün maraqlı olar. Özüm haqqında qısaca danışsam, onu deyə bilərəm ki, 2013-17-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışam. Daha sonra magistr təhsilini eyni universitetdə davam etdirdim, Türkiyologiya kafedrasında və oradan da qırmızı diplomla məzun oldum. Amma sonra tamamilə uzaqlaşdım, çünki bəzən sevdiyimiz sahə belə olsa, bu sahədə finansal olaraq istəklərimizi qarşılaya bilmir və istər-istəməz başqa bir yönə doğru yönəlirik. Buna görə də mən də ədəbiyyatdan uzaqlaşdım. Tamamilə başqa bir sahəyə yönəldim. O sahədə də ali təhsil aldım. Orada da puxtələşdim. Mənə elə gəlir ki, müəyyən qədər orada da uğurlu oldum və çünki hal-hazırda elə həmin sahədə qlobal şirkətlərin birində işləyirəm. Amma indi isə ədəbiyyata mənə elə gəlir ki, qayıdış vaxtıdır. Xüsusən də araşdıranda və görəndə ki, Azərbaycanda, sosial mediada kitablar haqqında danışan çox adam var, amma onu analiz edən, bir əsəri başlı başına mövzusu, ədəbiyyat nəzəriyyəsi baxımından analiz edən insan sayı azdır, hətta yoxa bərabərdir təəssüf ki. Buna görə də mən niyə də etməyim deyə düşündüm və belə bir video çəkməyə qərar verdim. Mənim ədəbiyyatla bağlı məsələm tonlarla kitab oxumaq deyil. Bir kitab oxumaq, amma onu yaxşı analiz etməkdir. Çünki bir kitabı oxumaq misal üçün bir gününü çəkə bilər, amma onu analiz etmək 5 gününü apara bilər, bir həftəni apara bilər. Və mənə elə gəlir ki, işin ləzzətli hissəsi elə burdadır. Bu videoda isə uzun zamandır çox üzərinə düşündüyüm bir kitab haqqında danışmaq istəyirəm, bir əsər haqqında danışmaq istəyirəm. Bu da Sylvia Plath'ın The Bell Jar romanıdır. İngilis dilində adı ilə The Bell Jar'dır. Türk dilində tərcüməsində Sırça Fanus olaraq tərcümə olunubdur. Amma araşdırdığım qədərilə Azərbaycanda bu kitab tərcümə olunaraq nəşr olunmayıb, satışa çıxarılmayıbdır. Ya da bəlkə çıxarılıbdır, mənim xəbərim yoxdur. Ona görə də əsərin Azərbaycanca adı nə ola bilər deyə düşündüm. Mənə elə gəlir ki, bu əsərin adı Qapalı Şüşə Qab ola bilər. Çünki The Bell Jar'ın nə olduğuna baxanda görürəm ki, onun Azərbaycan dilində tam olaraq qarşılığı yoxdur. Onu təsvir edə biləcək ən yaxşı ad Qapalı Şüşə Qabdır və mənə elə gəlir ki, yetərincə uğurlu bir kitab adıdır tərcümə baxımından. Ona görə də video boyunca bu əsərə Qapalı Şüşə Qab deyəcəm. Gəlin qısaca əsər nədən danışır, məzmunu nədir, onu deyim. Əsərdə baş obraz Esther Greenwooddur. Əsər birinci şəxsin dilindən danışılır. Dolayısıyla Esther Greenwoodun dilindən danışılır. Başlanğıcda onu deyim ki, burada spoiler ola bilər, amma mənim spoiler fikrinə yanaşmam biraz fərqlidir. Çünki bir əsərin məzmununu bilə bilərsiniz. Bir əsərin qəhrəmanının sonda öldüyünü bilə bilərsiniz. Amma bu o demək deyil ki, o kitabı artıq oxumamalısınız. Misal üçün, bəsit bir örnək verim. Aşk-ı Memnu'da Bihter'in öləcəyini hər kəs bilirdi artıq. Sonda baş qəhrəmanın öləcəyini bilirdik. Amma onu izləmədikmi? İzlədik. Ya da daha şablon bir nümunə verim. Mənim həyatımın baş qəhrəmanı mənəm. Bilirəm ki, sonda öləcəm. Amma bu o deməkdir ki, mən bu həyatı yaşamamalıyam. Çünki mən bilirəm ki, artıq öləcəm.
Bu nöqteyi nəzərdən məncə spoilerdan qorxmamalısınız. Spoileri harda qəbul etmərəm, o da misal üçün bir dedektiv əsər ola bilər, hekayənin əsas məğzi əsərin sonunda ola bilər. Onu eşitsəm məncə də maraqsız olar həmin o dedektiv əsəri oxumaq. Amma genel olaraq mənə elə gəlir ki, psixoloji kitablarda və yaxud da ki, varoluşsal məsələlərdən danışan kitablarda spoiler çox da önəmli deyil. Çünki belə tipli kitablarda əsərin məzmunu, əsərin süjet xətti çox da mükəmməl bir hekayə üzərində qurulmur. Daha çox duyğu, düşüncələr və psixologiya üzərində qurulur. Ona görə də mən bu əsərin mövzusu haqqında danışacağam. Sizin özünüz də görəcəksiniz ki, əsərin hekayəsi mükəmməl bir hekayə deyil. Əsərdə mükəmməl olan şey odur ki, mental olaraq çöküşün, həmin bu çöküşdəki duyğuların, düşüncələrin təsvir gücüdür mükəmməl olan. Üzərində danışacağım bu əsər ona görə ədəbi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Qapalı şüşə qab romanını oxuyanda görürük ki, əsərin baş qəhrəmanı olan Ester ideal bir gənc qız həyatı yaşayır. Yaxşı bir universitetdə təhsil alır, çox çətin olan bir yarışmadan keçir, qalib olur və təcrübə proqramı qazanır. Öz kiçik şəhərindən Nyu-Yorka köçür və burada o moda çəkilişlərində iştirak edir, bir dərgidə yazılar yazır, nəşr etdirir, partilərdə iştirak edir, partilərdə olur, gənc qızlarla əyləncəli zaman keçirdir və hətta 5 ulduzlu oteldə qalır. Yəni bütün bunlara kənardan baxanda çox maraqlı, çox əyləncəli, ideal bir gənc qız həyatı kimi görsənir. Amma bu kənardan belə görsənir. Esterin daxilində o heç də bu cür hiss etmir, çox boşluğun içindədir və onun üçün həyat çox mənasızdır, heç bir şeydən zövq ala bilmir. Hansı ki, bu obraz hekayələr yazan, şeirlər yazan bir gənc qızdır və yaza bilmir, kitab oxuya belə bilmir. Dolayısıyla gələcəyini təsvir belə edə bilmir. Və bütün bu depressiv ruh halının səbəbi ilə o Nyu-Yorkdan öz şəhərinə qayıdır, anası ilə yaşadığı evə qayıdır, amma həmin evdə də eyni ruh halı davam edir. Ester sağalmaq əvəzinə daha da vəziyyəti pisləşir, bir neçə dəfə intihara cəhd göstərir, daha sonra anasının da təkidi ilə ruhi dispanserə yatırılır. Ruhi dispanserdə ona elektroşok müalicəsi tətbiq olunur, amma təəssüf ki, bu müalicə heç də yaxşı nəticələnmir. Vəziyyəti daha da kəskinləşir, daha da ağırlaşır. Bundan sonra onun yolları başqa bir həkimlə kəsişir və həmin həkimin müalicəsi daha yumşaq olur. Bu zaman Esterin vəziyyətində müəyyən qədər yaxşılaşmağa doğru getdiyini görə bilirik. Əsərin ən sonunda isə biz görürük ki, Esterin vəziyyəti yaxşılaşıbdı. Amma bu yaxşılaşma həqiqətənmi tam olaraq sağalmadır? Orada bir sual var. Çünki Esterin özü belə qeyd edir ki, mən bilmirəm, bu vəziyyət yenidən olacaqmı, yenidən təkrarlanacaqmı? Burada görürük ki, bir ümidsizlik var. Əsərin qısa məzmunu bu cürdür və onu da deyim ki, bu əsər yarı avtobioqrafik əsərdir. Yəni əslində Sylvia Plath'ın həyatının müəyyən bir dönəminin təsviridir. Yəni burada Ester Greenwood Sylvia Plath'ın özüdür. Əsərdə təsvir olunan ana obrazı Sylvia Plath'ın öz anasıdır. Dost və tanışları öz dost və tanışlarıdır və ruhi dispanserdə keçirdiyi zaman belə Sylvia Plath'ın keçirdiyi zamandır, onun intihar cəhdləridir. Yəni duyğu yükü çox ağırdır və eləcə də gerçəklik payı da çox güclüdür. Bütün bunları nəzərə alanda Sylvia Plath bu əsəri öz adı ilə nəşr etdirmədi. Yəni əsər 1963-cü ildə Sylvia Plath'ın ölümündən, yəni intiharından bir il əvvəl nəşr olundu və Sylvia Plath bunu nəşr edərkən Victoria Lucas adlı bir təxəllüsdən istifadə etdi. Sylvia'nın bu cür davranmasında iki başlıca səbəb var idi. Birinci səbəb o idi ki, Sylvia əsərdə öz yaxınları haqqında çox detallı danışmışdı. O qorxurdu ki, yaxınlarını incidə bilər bununla. Digər bir səbəb isə o idi ki, Sylvia'nın bu əsərdə dili çox ağır idi, çox sərt idi. Cəmiyyət haqqında, cəmiyyəti
sosial cəmiyyətdəki qadının və kişinin rolu haqqında çox sərt fikirlər, iddialar irəli sürmüşdü. Buna görə də Silvia həm şəxsi reaksiyalardan, həm də ədəbi reaksiyalardan bir növ qorunmaq üçün bu addım atmışdı. Qapalı şüşə qab əsərini başa düşmək üçün Silvia Plath'ın özünün həyatını bilmək və başa düşmək lazımdır. Ona görə Silvia Plath'ın həyatı haqqında da danışacağam müəyyən qədər. Silvia 8 yaşında atasını itirir və anasının himayəsi altına keçir. Anası isə çox mükəmməlliyətçi və çox disiplinli bir qadın idi. Silvianın hansı sahədə olursa olsun mükəmməl şəkildə olmasını istəyirdi. Bu da yorucu gəlirdi Silviaya. Ona görə Silvianın anası ilə münasibəti çox qarışıqdır. Silvia Plath təhsil sahəsində çox uğurlu olur. Hətta 8 yaşından etibarən şeirlər yazır, bir çox dərgilərə göndərir, bir çox təqaüd qazanır, təhsilini də bu təqaüdlər nəticəsində davam etdirir və universitetdə belə onun qiymətləri mükəmməl olur. Ancaq o həyatında həmişə bir boşluq axtarır. Bu boşluq əslində atasının boşluğu idi və o boşluğu dolduracaq insan axtarırdı. Və beləliklə Silvia Ted Hughes'la tanış olur. Ted Hughes isə dövrünün ən uğurlu və xarizmatik şairlərindən biri idi. Ted Hughes'la tanış olduqdan sonra onunla ailə həyatı qurur. Bu ailə çox ideal görsənir kənardan. Onların 2 övladı dünyaya gəlir. Ancaq ailə həyatları heç də uğurlu və ideal olmur. Hər kəs tərəfindən qəbul olunan bir reallıq var ki, onların ailə həyatlarının uğurlu getməməsində səbəb Ted Hughes idi. Ted Hughes bir universitetdə müəllim olaraq işləyirdi. Ancaq o dəfələrlə öz tələbələri ilə Silvia Plath'ı aldadır. Daha sonra isə onların qonşuluğuna bir cütlük köçür. Burası çox daha önəmlidir. Çünki bu cütlükdə Silvia və Ted cütlüyü kimi şair idi. Qonşu qadının adı Asiya idi. Asiya ilə Ted Hughes arasında bir münasibət başlayır və Silvia bunun fərqinə varır. Və Silvianın depressiv ruh halı, onun çökmüş olan mental sağlamlığı daha da çökür. Nəyə görə çökmüş olan mental durumu dedim? Çünki bu həyata baxdıqda biz 2 şair görürük. Silvia Plath və Ted Hughes. Bir qadındır, bir kişi. Hər ikisi də şairdir, hər ikisi də yaradıcılığında irəli getmək istəyir, ədəbi cəmiyyətdə qəbul görmək istəyir. Bu cütlük hər ikisi də eyni yoldadır, amma eyni irəliləmirlər. Ədəbi cəmiyyət Ted Hughes'u daha tez qəbul edir. Bunda isə əlbəttə ki, bir sıra səbəblər var idi. Bu səbəblər isə cəmiyyətdəki qadının və kişinin rolunun fərqli olmasında idi. Ted Hughes ədəbi yaradıcılığında ədəbiyyata fokuslana bilirdisə, yaradıcılığına fokuslana bilirdisə, ancaq Silvia isə heç də elə değildi. Silvia'nın Ted'dən fərqi o idi ki, Silvia yalnızca şair değildi. O başlıca olaraq həyat yoldaşı idi, daha sonra 2 uşağın anası idi və akademik karyerasını davam etdirməyə çalışan və bununla yanaşı da ədəbi yaradıcılıqda var olmağa çalışan bir şair idi. Silvia Plath'ın üzərinə çox rol yüklənmişdi. Amma Ted Hughes isə sadəcə olaraq yaradıcılığına fokuslanmışdı və onun üçün önəmli olan ilham alıb şeirlər yazmaq idi. Məhz bu səbəblərdən də Silvia hər zaman özünü Ted Hughes'la müqayisə edirdi və o çata bilmirdi. Silvia hər bir sahədə mükəmməl olmağa çalışır, amma ona çatmaq çox çətin idi. Şeir yazmağa çalışması əlbəttə ki, onu hüsrana uğradırdı, çünki istədiyi qədər uğurlu bir şair ola bilmirdi. O ilhamı ala bilmirdi. Bütün bu sadalanan problemlərin üstünə bir də Ted Hughes'un onu aldatması yüklənəndə artıq bu Silvia Plath üçün axırıncı damla oldu. Və o aldadılmasını qəbul edə bilmədi, Ted Hughes'dan ayrıldı, 2 uşağı ilə tək yaşamağa başladı. Bu dönəmdə isə nə qədər çalışsa da yenə də yaradıcılığında istədiyi uğuru qazana bilmədi. Bu dönəmdə o Qapalı şüşə qab əsərini yazdı. Həmin bu əsəri yazdıqdan sonra o yenidən Ted Hughes'la barışmaq istədi, çünki həqiqətən də Ted Hughes'a qarşı duyğuları çox güclü idi, onu çox sevirdi. Bu ayrılıq artıq onun üçün dözülməz idi. Silvia Plath bir gün Ted Hughes'la görüşür və ona yenidən birləşmələrini təklif edir. Ted Hughes isə ona deyir ki,
çox istərdim, amma Asiya ilə münasibətim hələ də davam edir və Asiya yaxında ana olmağa hazırlaşır. Bunu eşitdikdə Silvia Plath üçün dözülməz bir hal aldı və bundan sonra intihar etməyi axırıncı variant olaraq gördü ki, bunun əvvəl də intihara bir neçə dəfə cəhd göstərmişdi. Bu cəhdləri uğursuz nəticələnmişdi. Bu dəfə isə tam olaraq qərar verdi. Silvia Plathın həyatındakı ən vurucu və ən təsirli səhnələrdən biri onun ölüm səhnəsidir. Bir gün Silvia gecə uşaqlar üçün çörəyin üstünə yağ sürtür, südlə bərabər gətirir, qoyur uşaqlarının başucuna. Bütün pəncərələri açır ki, uşaqlara zərər dəyməsin. Uşaqlarının olduğu qapını arxadan lentlə bağlayır ki, hava keçməsin və özü gəlir mətbəxə. Mətbəxdə sobanı açır, qazı açır, başını salır sobanın içinə və beləcə boğulub ölür. Uşaqlarına heç bir şey olmur. Ancaq günün sonunda özü ölmüş olur. Bu cür faciəvi ölüm yalnızca ədəbi cəmiyyətdə deyil, eləcə də ölkə gündəminə böyük bir səs gətirir. Bir çox insanlar deyir ki, Silvia Plathın ölümü lənətli idi. Nəyə görə? Çünki Ted Hughes'la Asiya birliktəliyinə davam edirlər, ancaq Asiya həmin o uşağı dünyaya gətirmək qərarını dəyişir. Asiya Silvia Plathın uşaqlarına analıq etmək qərarına gəlir. İllər keçir, Asiya ilə Ted Hughes arasındakı münasibət eynilə Silvia ilə Tedin arasındakı münasibətə çevrilir. Asiya da buna dözə bilmir, o da intihar edir. Bu cür intiharlar silsiləsini bir kənara qoyaq, keçək Qapalı Şüşə qab əsərindəki metaforalara. Əsərdəki ən önəmli metafora əncir ağacı metaforasıdır. Bu metaforada biz nə görürük? Daha əvvəl qeyd etdiyim kimi, Silvia Plathın üzərinə yüklənmiş bir çox rol, hər birini mükəmməl bir şəkildə həyata keçirmək istəməsini görürük bu metaforada. Və gəlin məncə bu metaforanı, bu hissəni oxuyum. Həyatımın hekayədəki yaşıl əncir ağacı kimi qarşımda böyüyüb budaqlandığını görürdüm. Hər budağın ucunda iri, bənövşəyi bir əncir kimi özünə məxsus bir gələcək məni çağırır, göz qırpır. Əncirlərdən biri bir həyat yoldaşı, xoşbəxt bir yuva və uşaqlar idi. Bir başqası məşhur bir şair, digəri parlaq bir professor, biri təcrübəli redaktor, digəri Avropa, Afrika və Cənubi Amerika, biri Konstantin, Sokrat, Attila və qəribə adları, fərqli işləri olan bir çox aşiq, bir başqası isə olimpiyada qrup çempionu bir qadın idi. Bu əncirlərin üstündə və altında nə olduqlarını tam başa düşmədiyim bir çox əncir daha var idi. Özümü budaqların dolaşdığı nöqtədə oturarkən görürdüm və əncirlərin hansını seçəcəyimə heç cür qərar verə bilmədiyim üçün acından ölürdüm. Əncirlərin hamısını ayrı-ayrı istəyirdim. Amma birini seçmək, digərinin hamısını itirmək demək idi. Və mən orada qərar verə bilmədən oturarkən, əncirlər buruşub qaralmağa başlayır və bir-bir torpağa ayaqlarımın dibinə düşürdülər. Gördüyümüz kimi bu hissədə Silvia Plathın etmək istədiyi bir çox şeyi görürük. Professor olmaq istəyir, akademik karyerada var olmaq istəyir, yaradıcı sahədə ana olmaq istəyir, gözəl həyat yoldaşı olmaq istəyir, amma hər birini bacara bilmir. Çünki o buna inandırılıbdır ki, o belə düşünür ki, birini seçsə, o birisilər hər biri itəcək, gedəcək. Buna inandırılıbdır. Bu, mən deyərdim ki, dövrümüzdə də bir çox düşünən, gələcəyini planlaşdıran ya da indiki anda var, yaxşı bir şəkildə, mükəmməl bir şəkildə var olmağa çalışan hər bir insanın içində yaşadığı problemdir. Bu mənim özümdə də olubdu. Amma məsələ durub oturub baxmaq deyil. Qapalı Şüşə qab əsərində Esterin bu metaforasını, bu fikirlərini oxuyuruq və görürük ki, Ester sadəcə durub gözləyir, hərəkətə keçmir, heç bir şey etmir və o bir çox seçimin arasında qalıbdı,
Amma hansı birini seçəcəyinə qərar verə bilmir və zaman keçir, həyat keçir, yaş gedir. Əldə etdiyin fürsətlər bir də geri qayıtmır və günün sonunda sən artıq heç bir şey əldə etməmiş olursan. 19 yaşındakı Ester tam da belə idi. Metafora, yəni bənzətmə çox gözəldir, çox ədəbidir və çox realdır. Həyatla, həyatın problemləri ilə səsləşir. Amma sonda obrazın etdiyi şey durub gözləməsi, heç bir əncir meyvəsini seçməməsidir problemli tərəfi. Problem qoyur ortaya, amma o problemin həllini vermir. Hətta xarakter o problemi həll edə bilmir və son nəticədə faciə ilə nəticələnir. Bizim buradan çıxarmalı olduğumuz dərs odur ki, bəli, biz də bir əncir ağacının altındayıq. Bizim də başımızın üstündə çoxlu sayda əncirlər var. Hər biri bir plandır. Hər biri bir paralel evrəndir deyək. Hər biri bir variantdır, seçimdir ki, biz seçə bilərik. Amma heç də o demək deyil ki, biz ya hamısını bərabər seçməliyik, ya da heç birini seçməyib sadəcə oturub gözləməliyik. Çünki günün sonunda hər birisi quruyub yerə düşəcək və biz bir də baxacağıq ki, ətrafımız qurumuş əncirlərlə doludur. Qurumuş əncir də əslində yeməlidir. Amma nəysə. Gəlin əsərin digər ən məşhur metaforasına baxaq. Bu əsərin adından gəlir. Qapalı şüşə qab. Yəni The Bell Jar. Əvvəlcə bu nədir? Kiçik Şahzadə əsərini oxuyanlar kitabın üz qabığından bilirlər ki, bir gül var və o gül bir üzəri şüşə qapaqla örtülən bir qabın içindədir. Bax bu The Bell Jar-dır. Bunun mən Azərbaycan dilində tam qarşılığını bilmirəm. Təəssüf ki, bilməyə çox istərdim. Amma bu əsərin adı həmin o The Bell Jar-dır. Qapalı şüşə qabdır. Əsərin ruhu ilə, baş xarakterin düşüncələri ilə birəbir örtüşür. Bəs bu ad hardan gəlir? Bu ad oradan gəlir ki, Esther Greenwood'un əsərdə təsvir etdiyi bir dostu var. Bu obrazın adı Buddy Willard'dır. Buddy Willard Tibb Universitetinin tələbəsidir. Bir gün Esther'in təkidlərindən sonra Buddy Esther'i işlədiyi bir xəstəxanaya aparır və Esther burada gəzərkən koridorların birində şüşə bankaların içində hələ doğulmamış ölü uşaqları görür. Bunlar fetuslar idi, sərgilənir və bu ölü uşaq bankanın içindədir. Bu banka qapalıdır. Ölü uşaq orada durur. O canlı deyil, şüşə qabın içindədir və sanki ətrafı izləyir, amma həyatla arasında bir şüşə var və o şüşəni keçə bilmir. Və istər-istəməz həyata qoşula bilmir, həyata qaynayıb qarışa bilmir. Sadəcə olaraq izləyir boş baxışlarla. Bu hal, bu vəziyyət Esteri çox qəşəng təsvir edir. Sanki Ester də o şüşə qabın içindəki ölü bir bədəndir. O həyata qaynayıb qarışa bilmir. O sadəcə olaraq izləyir həyatı. Ester burada təsvir edir ki, koridorda bu bankalara, bu şüşə qablara rast gəlir, içində ölü uşaqların olduğu və tükürpədici bir səhnədir. Amma qeyd edir ki, mən onları izləyərkən qəribə bir formada heç böyük bir reaksiya vermədim, normal qəbul etdim bunları. Hətta bu cür normal qarşılamasını Ester qürurla təsvir edir. Bəlkə də Ester də özünü onlardan birisi kimi görür. Ona görə onları normal qarşılayır. Sanki Ester şüşə qabların içində sərgilənən ölü uşaq bədənləri ilə empatiya qurur və özünü onların yerinə qoyur və özünü də onlardan birisi kimi hiss edir. Ester'in şüşə qablar içindəki bu ölü uşaq bədənləri ilə qarşılaşmasından sonra əsərdə bir neçə yerdə Ester'in özünü bu cür təsvir etdiyini görürük. Əsas da əsərin ikinci hissəsində Ester'in depressiyasının başlandığı və daha da şiddətləndiyi yerlərdə. Və eləcə də bu qapalı şüşə qabların içində sanki zaman donubdur, zaman yoxdur. Ancaq
indi var. Hətta gəlin əsərdən müəyyən hissələrə baxaq. Boz məxmər kresloya söykənib gözlərimi yumdum. Qapalı şüşə qabın havası ətrafımı bürümüşdü. Tərpənə bilmirdim. Və ya başqa bir hissəyə də baxaq. Qapalı şüşə qabın içində ölü bir uşaq kimi tıxanıb qalan insan üçün dünya bir kabusdur. Yenə dediyim kimi qapalı şüşə qabın içindəki uşaqlarla bir empatiya qurur və özünü də onlardan birisi kimi hiss edir və ətrafındakı dünya ona artıq kabus kimi gəlməyə başlayır. Digər bir hissədə isə Ester özünü yox, digər qızları da şüşə qabın içindəymiş kimi təsvir edir. O da necə? Belsaizdə, yəni ruhi dispanserdə Belsaizdə yaşayan bizi yaxın zamanda qayıdacağım məktəbdəki dedikodu edən, dərs oxuyan qızlardan fərqli edən nə idi görəsən? O qızlar da bir növ qapalı şüşə qabın altında yaşamırdılarmı? Burada artıq bir toplumsal bir məsələyə toxunur. Yəni dolayısıyla cəmiyyətdəki, xüsusilə əsərin yazıldığı dövrün Amerikasında 1950-ci illərdə ki mən deyərdim ki, bəlkə də hal-hazırda da davam edir bu hal. Qadınların üzərinə yüklənən rollar və təzyiqlər tənqid olunur və simvolik olaraq göstərilir ki, zaten cəmiyyətdəki qızlar da bir qapalı şüşə qabın içindədirlər. Əsərdə Esterin özünü qapalı şüşə qabın içində təsvir etdiyi səhnələr onun ruhi dispanserdə olduğu zamanlarla bağlıdır. Ancaq artıq sağalmağa başlayanda biz görürük ki, Sylvia Plath burada fərqli bir priyomdan istifadə edib. O da nədir? Ester sağalmağa başladıkca artıq təsvir edir ki, həmin o şüşə qapağı qalxır və müəyyən qədər nəfəs almağa başlayır. Mənə elə gəlir ki, o hissələri də oxumalıyam mən. Bütün o alov və qorxudan təmizlənmişdim. Təəccüb ediləcək qədər sakit idim. Şüşə qab başımdan 1 metr yuxarıda asılı dururdu. Artıq hava ala bilirdim. Amma bu durumda da biz görürük ki, Ester sağalmağa başlamağına. Amma yenə də bir ümidsizlik var. O da bu hissədə çox gözəl təsvir olunubdu. Yazılır ki, bir gün bir yerdə, məktəbdə, Avropada, hər hansısa bir yerdə o boğucu sıxılmaları ilə şüşə qabın üzərimə yenidən enməyəcəyini necə bilə bilərdim? Ümumiyyətlə, qapalı şüşə qab metaforası Esterin depressiyasını, onun dünyadan necə qopduğunu göstərən çox güclü bir simvoldur. Qapalı şüşə qabın altında zaman keçmir. Ancaq sıxışdırılmış və boğunuq bir indi var. Buna görə də Ester heç vaxt plan qura bilmir. Gələcəyi görə bilmir. Hətta onun deyərdim ki, sonra sözü onun həyatında yoxdur sanki. Sadəcə olaraq bir fərdin çöküşü deyil burada göstərilən. Biz burada bir sosial quruluşun tənqidini görürük. Ümumiyyətlə həm Sylvia Plath, həm onun yaratmış olduğu bu obraz Ester Greenwood bizə insan həyatı ilə bağlı çox şey deyir. Mən görürəm ki və başa düşürəm ki, biz insan olaraq bu dünyanı təcrübə edirik və daima kimlik axtarışındayıq. Biz kimik? Nə olmalıyıq? Nəyi seçməliyik? Daim fikirləşirik ki, bunu seçsək görəsən digərini seçmədiyimizə görə peşman olacağıqmı? Amma seçim qarşısında qalıb birini seçməyin də bir qumar olduğunu deyə bilərəm. Yəni riskə girirsən, hər hansı bir yol seçirsən, ona doğru gedirsən, amma bu yolun sonunda sən istədiyinə çata biləcəksənmi? Orada böyük bir sual işarəsi var. Amma bunu da deməliyəm ki, bizim kimliyimiz bir dəfə seçdiyimiz bir şey deyil. Həmin o seçimləri edə-edə, həmin o yolda və o zamanda bizi formalaşdırandır. Qərarlarımızı bunu seçsəm görəsən mənim həyatım bitəcəkmi? Sualı yerinə bunu sonra düzəldə bilərəmmi? Sualı ilə əvəzləsək çox daha dəqiq ölçmüş olacağıq. Və sonda onu qeyd edim ki, həyat
sadəcə olaraq bir ənciri seçmək deyil, əncirlər yerə düşəndə yenidən ayağa qalxıb yuxarıya baxa bilməklə davam edir. Bu əlbəttə ki, mənim ilk videom idi. Böyük ehtimalla ki, bir çox yerdə səhv etmiş ola bilərəm. Texniki baxımdan və yaxud da ki, danışıq baxımından yanlış dediyim, yanlış tələffüz etdiyim sözlər ola bilər. Həyəcanlı olduğuma görə əgər hər hansı bir yerdə səhv etmişəmsə, indidən üzr istəyirəm. Təşəkkürlər gələn videoya qədər.